Dövlət səviyyəsində 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günüdür. İndi özünü ağıllı sayan, özünü alim sayan, professor sayan, fəlsəfə elmlər doktoru sayan insanlardan Azərbaycanda soruşuram. Dünya Azərbaycanlıları deyəndə kimi nəzərdə tutursunuz? Azərbaycanda dövlət səviyyəsində Azərbaycanlı sayılır Azərbaycan türkləri. Yəni Azərbaycan türklərinin millət adı Azərbaycanlıdır. Var Talış, Tat, Ləzgi, Rus, bir də var Azərbaycanlılar, yəni Azərbaycan türkləri. İndi belə çıxır ki, 31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik günüdür. Hə? Bu necə olur ki? Ayrı seçkiləri niyə salıyorsunuz ki? Hə? Azərbaycanlı dövlət səviyyəsində Azərbaycan türklərinin millət adıdır. Yəni bu qədər savadsızlıq olmaz. Azərbaycanın əslində Azərbaycanın bütün vətəndaşlarının cəmalıdır. Yəni Azərbaycan vətəndaşı olan hər bir insan və yaxud Azərbaycandan anadan olmuş hər bir insan millətindən asılı olmayaraq Azərbaycanlı sayılmalıdır. Amma elə deyil. Statistikada yazılır. Azərbaycanda bu qədər Talış, bu qədər Ləzgi, bu qədər Tat yaşayır və bu qədər də Azərbaycanlı yaşayır. Yəni Azərbaycan türkünün millət adı Azərbaycan. Mən deyirəm, siz başa düşmürsünüz, qoyunsuz. 75% Azərbaycanda hamı qoyundur. Bilmirsiniz, hardan yiyirsiniz, hardan çıxırsınız. Mən dedim, siz başa düşmədiniz, mən nə dedim.